Verilmiş nöqtədən müstəviyə uzunluğu 2 cm 2 mail çəkilmişdir. Yenə qoy maillə biraz gedək. Deməli, bu A nöqtəsindən 2 dənə mail çəkilib. Biri bu olsun, ta ki biri də bu olsun. Bu yerə qədər olan məsafəndə bu H nöqtəsi ilə işarə edək. Belə. Belə. Bura B, bura C. Maillər arasındakı bucaq. Bax, bu dəfə maillər arasındakı bucağı deyir. Onda haranı nəzərdə tutacağım? AB, bax, A, B və C. Bax, maillər biri AB-dir, biri AC-dir. Onda bu bucaq bizdə 60 olacaq. Bildik? Və deyir, perpendikulyardır kimi proyeksiyalar. Bax, bunlar da 90 imiş. Müəllimlər, maillər var. Mailin biri nədir? Biri baba budur. Diğeri nədir? Budur. Bunlar arasındakı bucaq hara düşür? Bu da bura. Razılaşmırsınız? İndi nə deyirdi? Verilmiş nöqtə müstəvi uzunluğu 2 cm 2 mail çəkilib. Burada 2-dir. Burada 2-dir. Burada 2-dir. Sonra. Onda bax, diqqətli olun. Bura H-dır. Buralarda X olacaq. Səbəb Pifaqor teoremi ilə. Eyni şey. Bəs yaxşı. Bu təpə bucağı 60 olduğuna görə mən bu B ilə C-ni birləşdirsəm, bura x3 altda 2 olur bu altdakı fiqura görə. O hansı idi? Baxın, onların proyeksiyaları isə perpendikulyardır. Yəni, proyeksiyalar arasındakı bucaq 90 idi. Pifaqordan x3 altda 2 elədi. Bəs yaxşı, baba, bu BC-miz nə qədər oldu? x3 altda 2 və buralarda 2 idi. Bu necə üç bucaqdır onda? Bu üç bucağımızın adı nə olacaq? Bərabər tərəfdir. Deməli, x3 altda 2-miz 2 olur, x-miz olur 3 altda 2. İndi deyir, həmin nöqtə müstəviyə qədər məsafəni tapın. Bax, bura 2 altda 2-dirsə, onda Pifaqoru yenidən yazsaq, bura nə qədər eləyər? 4/2-dən. 4/2. Anladınız? Bəli. Addım addım.